Ermənistanda parlament seçkiləri bitdi və Paşinyan qalib gəldi. Bakıda isə rəsmi İrəvana qarşı köhnə tələblər yenidən aktivləşməyə başlayıb. Ermənistan konstitusiyasının dəyişdirilməsi, sülh sazişinin imzalanması üçün İrəvanın qarşısında qoyulan əsas şərtlərdən biridir. Bir tərəfdən deputat Qaya Məmmədov deyir ki, stat, növbəti addım Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müddiaların çıxarılmasıdır. Ermənistan referendum keçirməli və bu iddiaları aradan qaldırmalıdır. Digər tərəfdən isə hakimiyyətin fikirlərini cəmiyyətə çatdıran politoloq Fərhad Məmmədov yazdığı məqalədə bildirir ki, stat, hazırda Ermənistanın hakim partiyasının parlamentdə referendum elan etmək və prosedurları yerinə yetirmək üçün kifayət qədər yeri yoxdur. Lakin bu, referendum keçirilməsinin mümkün olmadığı anlamına gəlmir. Ərazi iddiaları olan Ermənistan konstitusiyası sülh müqaviləsinin qarşısındakı yeganə maneədir və bu aradan qaldırılmalıdır. Statın sonu. Ermənistan konstitusiyası 1990-cı ildə qəbul olunmuş İstiqlal bəyannaməsi ilə başlayır. Bu sənəddə Ermənistan SSR və Dağlıq Qarabağın yenidən birləşdirilməsi haqqında müddialar da yer alır. Baş nazir Nikol Paşinyan və komandası konstitusiya islahatlarını Ermənistan tərəqqisinin təminatı və qonşularla münaqişə riskinin aradan qaldırılması kimi təqdim edir. Paşinyanın sözlərinə görə, mövcud konstitusiyon modelin əsas məqsədi müstəqil Ermənistan dövlətinin mövcudluğunu qeyri-mümkün etmək idi. Çünki ölkə davamlı münaqişələr şəraitində həqiqi müstəqillik qura bilməzdi. Stat. Ermənistanın müstəqilliyini qorumaq və onu reallığa çevirmək strategiyası Ermənistanla Azərbaycan arasında sülh və Türkiyə ilə həqiqi dialoqun mümkün olduğu real Ermənistan ideologiyasına söykənir. Parlament seçkiləri başa çatandan bir neçə gün sonra Ədliyyə naziri Sirbu Hiqalyan jurnalistlərə deyib ki, Hakim Vətəndaş Müqaviləsi Partiyasının idarə heyətinin iclasında yeni konstitusiyanın hazırlanması və dərc olunma vaxtı müzakirə olunub və əsas qanunun mətni üzərində iş artıq son mərhələdədir. Lakin nazir İstiqlal bəyannaməsinin konstitusiyadan çıxarılması barədə heç nə deməyib. Bəs konstitusiyanın dəyişdirilməsi ilə bağlı Ermənistanın özündə nə danışılır? Ermənistan müxalifəti konstitusiya islahatını cəmiyyətə Əliyevin tələbi kimi təqdim edir. Son seçkilərin nəticələrinə baxsaq, konstitusiya layihəsinin parlamentdən keçirilməsi sual altındadır. Çünki Nikol Paşinyanın rəhbərlik etdiyi partiya seçkiləri udsa da parlamentdə konstitusiyon üstünlüyə sahib deyil. Mərkəzi Seçki Komissiyasının açıqladığı son nəticələrə görə Vətəndaş Müqaviləsi Partiyası 49,75% səs toplayıb. Qalan yerləri isə Paşinyan hökumətinə müxalif olan erməni əsilli Rusiya oliqarxı Samvel Karapetyanın güclü Ermənistan partiyası və Putinin yaxın dostu kimi tanınan keçmiş prezident Robert Köçəryanın rəhbərlik etdiyi Erməni alyansı tutub. Hər iki siyasi qüvvə seçki kampaniyalarını Paşinyanın sülh müqaviləsinin çərçivəsini tənqid etmək və baş naziri Azərbaycan prezidenti İlham Əliyevin kuklası kimi təqdim etmək üzərində qurmuşdular. Əliyevin tələbi olduğu üçün onlar konstitusiya dəyişikliyinin əleyhinə çıxış edirlər. Yeri gəlmişkən rəy sorğuları da göstərir ki, cəmiyyətdə və hətta Paşinyan tərəfdarları arasında Əliyev tələb edir deyə konstitusiyanı dəyişmək olmaz mövqeyində olanlar var. Konstitusiyanın 202-ci maddəsində yazılıb ki, təşəbbüsün hökumət və ya xalq tərəfindən irəli sürülməsindən asılı olmayaraq ana qanun haqqında yeni layihənin referenduma çıxarılması qərarı parlamentin 3/2 səsi ilə qəbul olunmalıdır. Amma Ədliyyə naziri deyir ki, bu amil hökumətin mövqeyini dəyişmir və inqilabdan sonra konstitusiyaya düzəliş etmək əsas siyasi öhdəliklərdən biri kimi müəyyən edilmişdi. Xanım Qalyan onu da bildirib ki, yeni konstitusiya layihəsi üzərində iş parlamentdəki yerlərin hazırki bölgüsündən asılı olmayaraq başa çatacaq. 3/2 tələbi hazırda konstitusiya ilə müəyyən edilib, lakin referendum hüququ xalqın birbaşa istifadə etdiyi bir hüquqdur. Ədliyyə nazirini birmənalı qarşılanmayan bu sözləri kəskin tənqid edilib. Siyasi təhlilçi Boris Novosardyanın fikrincə, hakimiyyət parlamentdə konstitusiyon çoxluğa malik olmadığından konstitusiya islahatlarını həyata keçirmək üçün müxalifətlə razılığa gəlməli və kompromisə getməlidir. Analitikin fikrincə, müxalifətin bir hissəsi hazırda yeni konstitusiya ideyasına qarşı olsa da və seçkilərdən sonra gərginlik davam etsə də, gələcəkdə tərəflərin razılığa gəlməsi istisna deyil. Berlindəki Leibniz Müasir Şərqşünaslıq Mərkəzinin tədqiqatçısı Gevorg Avetikyan qəzetçiyə deyib ki, Ermənistanda konstitusiya referendumu ilə bağlı iki məqamı diqqətə almaq lazımdır. Məsələ referenduma çıxarılmalı və referendumda seçicilərin müsbət cavabı alınmalıdır. O əlavə edib ki, konstitusiyanın referendumdan keçməsi üçün sadə səs çoxluğu lazımdır və əgər sadə çoxluq hə cavabını versə, konstitusiya dəyişikliyi qəbul edilmiş sayılır. Lakin birinci məsələyə, yəni layihənin referenduma çıxarılmasına gəlincə, ekspert deyib ki, bu parlamentdə təmsil olunan siyasi qüvvələrlə əməkdaşlığı zəruri edir. Referendumun baş tutması üçün müxalifətdən 7-8 deputat hakimiyyəti dəstəkləməlidir və bu mümkünsüz görünmür. O xəbərdarlıq edir ki, layihə parlamentdən yan keçərək birbaşa referenduma çıxarılsa, bu legitimlik sualları yaradaraq ölkədəki siyasi gərginliyi artıra bilər.
Paşinyanın Real Ermənistan konsepsiyası, sülh və müharibə üzərindən apardığı seçki kampaniyası, üstəlik kampaniya dövründə tənqidçilərin üzərinə sərt şəkildə gedərək "Siz Qarabağı qoyub qaçdınız, Qarabağ heç vaxt bizim olmayıb" ritorikasından sonra 50%-ə yaxın səslə qalib gəlməsi o deməkdir ki, o tutduğu kursu legitimləşdirdi və cəmiyyətin böyük hissəsindən bunun üçün mandat aldı. Növbəti mərhələ isə konstitusiya dəyişiklikləridir. Paşinyan seçkilərdə qalib gəlsə də, onu Azərbaycanla sülh müqaviləsi imzalamaq yolunda daha bir sınaq gözləyir.